Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Hadi salam, hər vaxtınız xeyir olsun. Əziz Aleykümselam ve izləyiciləri də rahmetullah ve salamlayırıq. berekatuhu. Mübarək, gözəl bir günlərdir. Rəcəb ayını yaşayırıq. Və demək olar ki, 3-cü podkastdır bu. Rəcəb ayının duası ilə bağlı mövzuya toxunmuşuq. Və çox geniş, çox gözəl, məzmunlu mövzular çıxır. Və geniş də izah olunur və inşallah bu günlərdə yəqin ki, davamını lütf eləyərsiniz. Buyurun acı siz giriş sözünü əlavə edin. Əziz və mehriban Rəbbimizin adıyla inşallah bütün əziz tamaşaçıları, dinləyiciləri salamlayırıq. Dəyərli Hacı Mətləbə təşəkkür edirik bu müddət ərzində dəyərli iştirakına görə bu mövzularda, gözəl suallarına görə, çox maraqlı yanaşmalarına görə və Allaha da sonsuz həmd deyirik, şükürlər deyirik, bizə bunu lütflədi. Həm Rəcəb ayından öncə bu mövzulara düşünə bilərik, həm Rəcəb ayı boyunca da bunları danışaq. Çalışaq bu günləri də yekunlaşaq. Təqribən indi Rəcəb ayının çoxu gedib, azı qalıb və bu gün çalışaq bu mövzuları danışaq. Bu il üçün də, gələn il üçün də faydalı olsun əziz tamaşaçıların istifadə eləmə baxımından. Əslində belə başa düşülür ki, bu 3 podkast bu duanı əhatə etmək üçün yaxşı vəsait olacaq inşallah. İnşallah. Bəli. Hacı, bu duanın detallarına, mövzusuna girməmişdən öncə bir məsələni istəyərik sizdən alaq. Ümumiyyətlə biz Rəcəb ayı ilə bağlı mövzular demək olar ki, Azərbaycanda ümumiyyətlə İslam coğrafiyasında geniş bir dəqiqləşmə vereyim. Səhv anlaşılmasın da bu mövzu. Biz birinci dəfə danışanda dedik ki, ümumiyyətlə bu söhbət bəndə nəzərində tutmuşdu dərindən duyub və yaşama baxımından. Sözsüz sevindirir ki, Rəcəb ayını eşidiblər. Sözsüz sevindirir ki, Rəcəb ayında hətta oruç tutan artıb. Bunlar mühümdür. Amma o Rəcəb ayını o bir mədəni plast kimi ki, həyatın bir tərzi kimi ki, necə Novruz daxildir mədəniyyətimizdə, necə Ramazan ayı mədəniyyətimizin daxil bir hissəsindədir. Sanki Sovet ümumiyyətlə o plastı, o hissəni tam yığışdırmışdı. Bəndənin hissiyatına görə hələlik o bir mədəniyyət plastı kimi həyatımıza köklü mənada bir mütədəyyinlik anlamında qayıtmayıb. Eşitmə həddində mümkündür, tanıma həddində ümumi belə bir mövzu var, orucu da tutulur, dua eləmək fürsətləri çoxdur belə. Yəni, amma ümumən mən tamamilə bölüşürəm sizə ki, nisbətən daha çox insan eşidir. Buyurun. Nəyi dəqiqləşdirmək istəyirdik? Ümumiyyətlə Rəcəb ayı və ümumiyyətlə dua mədəniyyəti, İslam mətnləri çox qəribədir. Məsələn, biz illərləndir də, biz elə illərləncə, ümumiyyətlə tarix İslam coğrafiyasında bu mövzular geniş-geniş müzakirə olunur. Bəli. Amma çox qəribədir, hər il bu mövzularda, tək Rəcəb ayı ilə bağlı deyil də, ümumiyyətlə hər hansı bir duanın müzakirəsinə gedilir və görürük ki, ilahi, sanki keçən il bunu hiss eləməmişdim ki, burada bu çalar da var, bu rəng də var. Bu illər o rəng yenidən açıldı. Quranla bağlı ümumiyyətlə deməyə ehtiyac yoxdur, bu mövzu aydındır. Hətta dualarda belə bu məsələni rahat şəkildə görmək olur. Bu mövzular kökündə nə dayanıb? Yəni insan niyə hər dəfə bu mövzulara toxunanda tamamilə başqa bir dənə çalar, başqa bir dənə rəngi açır burada? Bu ümumən neçə tərəf var da. Mən də hatırlayıram, Kəlam-ı Cədid ilk dəfə Kəlam elminin Kəlam-ı Cədid bir növ istiqamətinin tərifini eşidəndə Kəlam elminin ümumiyyətlə işi nədir? Kəlam elmi ilahi bilgini mühatəbə bir şəkildə çatdırmaqdır ki, müxatəbin sualları cavablansın, etiqadı ilə bağlı bütün mövzular yerbəyer olsun. Mən çox sadə formasını deyirəm də, sualları da yaranarsa sualları cavablanırsın. Deməli, o ilahi bilgini bir cür ötürmədir ki, o həm ilahi dünya görüşü formalaşsın, həm də sualları yaransa cavablansın. Əziz bu sahənin dərin nəzəriyyəçilərindən biri Kəlam-ı Cədidin. Yəni Kəlam elminin müasir dövrdə ən ciddi bunun ən ciddi nəzəriyyəsini qoyanlardan biri, nəzəriyyələşdirənlərdən biri.
Deyir bu dəqiqə bu kəlama cədid sözü gələndə bəzən səhv salırlar. O cədidləşən nədir? Yenilənən nədir? Bəziləri elə bilir ki, ilahi kəlam yenilənir. İlahi kəlam yenilənmir. Allahın sözü, Allahın marifi həməndir. O muhatəb insan yenilənir. Xüsusən hələ bu bəhsi eləyəndə 99 idi səhv eləmirəmsə. Mənim yadıma gəlir ki, qulağımdan eşidirdim bu bəhsi ki, 99-da hələ internet daxil olmamışdı həyata. Bu hadisələr ki, son ildə texnoloji baş verib, interfeys dəyişmələri baş verib. Ümumiyyətlə 21-ci əsr interfeysləşməsi baş verməmişdi. Hələ onda belə hesab olunurdu ki, insan əvvəlki insan deyil. Keçən əsrin 90-ında. Son 10 illiklərdə surətlə insanın qavraması, insanın ümumiyyətlə mövzularında dəyişikliklər baş verib. Fitrətə həmən qalaraq. Və bu dəyişmələrə uyğun metodoloji yenilənməli, üslub yenilənməli və s. Deməli, ilahi kəlam yox, insanın sualları və qavramaları və yanaşımları və bir növ olduğu atmosfer, mühitlər fərqli olduğu üçün çatdırmalar da fərqli olmalı. Bunu indi dediniz, siz o yadıma düşdü. İlahi marif istəyir Quran olsun, istəyir dualar olsun, istəyir səhv-i səccadiyə olsun, istəyir Nəhcül Bəlağə olsun. Bunların mahiyyəti elə ilahidir və əbədidir. Bizlər halımıza görə, durumumuza görə, vəziyyətimizə görə, diqqətimizə görə, təvəccühümüzə görə, Allahın xüsusi tövfiqatı ilə, inayəti ilə, mütaliəmizə görə, müxtəlif bu sahədə yeni yanaşımlarla, təhlillərlə, şərhlərlə, təfsirlərlə tanış olmağımızla, o biri marif bilgilərimizi hamısını birləşdirib, bunu onun içində bütöv formatda baxmaqlıqla, o Allahın bir lütfüdür ki, elə bir yeni qatlar açılır. Bizə bir aqaid dili ilə desək, bu duaların mahiyyəti varlıq xarakterlidir, vücudi xarakterlidir. Burada sanki hər dəfə bir qat açılır, hər dəfə bir sir açılır. Burada günəş kimidir. Hər sübh yeni bir şey. Günəş doğur, amma biz onu yaşayanda dünənin təkrarı deyil. Evet. Çünki dünənki deyil, biz dünənki deyilik. Və bizim bugünkü halımız da dünənki hal deyil və ətrafda da dünənki deyil vəziyyət. Başa düşdüm. İndi bu mənada bir də ki, sözsüz ki, Allah da indi lütf eləyir ki, insanın mərifəti artır, insanın duyma imkanları artır, furqanı artar, ola bilər Allah lütf eləyər, həqiqəti duyma imkanı artsın, inşallah. Onların hamısı, bütün hallarda Allahın xeyirləridir ki, nəsib edir də. Biz ona görə ümidliyik biz bütün bu şeylərdə. Bəli. Hacı, Doğanın özünə biz iki podkastda yanaşdıq və geniş, çox fərqli bu baxımdan ki, mən biraz da daha dəqiq deyim. 3, hətta 4 Telegram online podkastında bunları danışmışıq, bitirmişik. Bəli. Onların əsasında 2 dənə bizim studiyada çəkilişimiz olub, bugün 3-cü yekun çəkilişimizdir. Yəni biz indi hal-hazırda çalışmalıyıq ki, son 2 online deməli Telegramda olanları və hətta yeni fikirlərimiz də olsa, suallarımız da olsa, bunları bu şərh və təfsirlərə əsasən irəliləyə yekunlaşarıq. Bəli, inşallah. Təbii ki, bu mövzuların hətta biz birinci verilişdə cümlə mövzuya toxunduq və İstəyirsiniz cümlə başlayaq gedək. Bəli, hələ o deyəcəydim ki, hələ onu bir dənə toparlayaq çünki axırıncıdır. Bəli, onu axırıncıya baxanda nədən danışdığımızı bir mən onda gedirəm, siz harda istəsəniz də işarə edirsiniz, dayanıram. Bəli, buyurun. Ya mən ərcuhu li kulli xeyr. O kes ki biz bütün xeyir işlərdə onu ümidliyik. Biz axırıncı bir bəhsimizdə bunu da gəlib çatdıq ki, 3-cü şəxs olaraq çağırırıq. Bəli, o çox mühüm mövzudur, ona toxunacağıq. O kes ki biz ona bütün xeyir işlərdə ümidliyik. Sanki burada hacı belə bir şeydir. Kimisə bizə tanıtdırıblar.
biz deyirik ki, bax tanıtdırılan vəziyyətə görə bütün xeyir işlərdə bax ona ümidliyik. Bax belə bir İmam Sadiq əleyhissalam tanıtdırır bizi. Hə, Əvvəl bəli, bizə bəli, bu bəli. cür Bəli, tanıtdırır. bəli, bəli. Necə Quran-ı Kərimdə Fatihə surəsində biz əvvəl Bismillahirrahmanirrahim başda mağı öyrədilir ki, bir rəhman bil ki, biz elə sonra deyirik ki, ay Allah, mən səndən istəyirəm. İndi burada da Bəli, bu çox maraqlı mövzudur ki, bəli. Yox, ki biz ona bütün xeyirli işlərdə ümidliyik. İmam Sadiq əleyhissalam bizə öyrədir ki, ümidli olun, bilin ki, xeyir işləri görə bilərsiniz və nə xeyir iş görsünüz, o nəzərdən qaçırmır, əvəzini dərhal da verir. Buna dərin ümidin olsun. Və amenu saxataq ində kulli şey. Bundan da arxayın ol ki, o bəzi, hətta bütün insanlar elədir. O bəzi insanlar olur ki, bəhanə axtarır insanı, cəzalandırsın, filan olsun. Hətta iç insanların hamısı özünü onu sıxışdırmaz. Valideynlərin hamısı özünü övladla onu sıxışdırmaz, əksəri valideynlər. Allah ki, Allahdır. Allah subhanallah, pak və münezzəhdir bu işlərdən. Və biz arxayın ol ki, bizdən büdrəsək, xəta eləsək, yanlış eləsək, səhv eləsək, günah eləsək, qəzəblənsək, emosiya dalıca geçsək, qəflətə düşsək, həvai nəfs biz aparsa və s. və s. və s. Amma bunda israrımız olmasa, bunda bilərəkdən və davamlılığımız olmasa, arxayınlığımız var ki, Allah nəzərə alar ki, bu baş verdiyi zəif insan o və dərhal qəzəblənməz. Bizim orada bir tövbə eləmə fürsətimiz var, bir qayıdış fürsətimiz var. Həyatın bu surətli situasiyasında emosiyamız mane olar, qəzəbimiz mane olar, hansısa vəsvəsələr diqqətimizi yayındırar. Yəni sözün xülasəsi budur ki, Allahım, sən bilirsən, mən əli boşam, acizəm. Və İmam Sadiq öyrədir ki, narahat olma. Qəsdən, sən stol arxasında oturmağa bilmirsən, oturan kimi kruşkanı vurub dağıdırsan, boşqabı vurub dağıdırsan, nə bilim, və s. və bu kimi, narahat olma. Qəsdən bilərəkdən eləmirsən də, bir var adam bilərəkdən ziyanavərlik eləyə, o ayrı. Bəli. Bir də var, sən olur da, narahat ol, tez qaydaya salmaq istəyirsən və s. Bir arxayınsan ki, dərhal səni buradan yola salmazlar, inşallah. İnşallah. Və amenu saxataq ində kulli şey. Yəni mən arxayınam ki, arxayın İmam Sadiq ki, və arxayın ona ki, dərhal qəzəbini işə salınır. Oradan da amandı yox. Bu baxımdan amandı yox. Bəli. Yəni səksəkəli döyürük, birdən bilmərəm bir şey eləyərəm, belə. Yəni bu baxımdan ya fərqində olmaram, ya qəflət eləyərəm, filan eləyərəm. Yəni belə bir Rəbbimiz bu cürdə tanıyır. Sonra da gəlirik ki, ya mən yutil kasira bil qəlil. Hə, ki azın da müqabilində çox verir. O bunun belə müqabilində çox həta edir. Bu da bu önəmli bir məsələlərimiz. Sonra gəldi çatdıq ki, ya mən yutil mən səalə. Və o kəs ki, istəyənə verir. Ya mən yutil məlləm yasalıhu məlləm yarifu. O kəs ki, istəməyənə də verir, tanımayana da verir. Yəni, Allahı tanıtır İmam Sadiq əleyhissalam ki, Allah belə bir Allahdır, istəyənə verir. Hətta istəməyənə, hətta tanımayana da verir. Biz tanımayanda və istəməyəndə o qədər şey verir bizə ki. İndi gör istəyəndə nələr verir. Sonra da burada bir qədər də irəliləyiş olur ki, bu necə olur ki, bu belədir? Bu heləm-mələm deyil. Çünki təhənnünə minhu və rəhmə. Çünki onun Allahın Rəbliyi bir mexaniki nəzarət, mexaniki kontrol. Qayğılıdır, mərhəmətlidir, mərhəmətli Rəbdir. Mərhəmətli qayğısı var və mərhəmətli bir Rəbdir. Bu da bir önəmli bir mövzu. Bunun da üzərində bir diyandu ki, Allah tərəfindən olan xüsusi qayğı və himayədəyik. Təhənnünən o xüsusi qayğı və himayə edilir. Rəhmət əsasındadır. Bu mərhələlərdən sonra biz gəldik, çatdıq artıq bir növbəti mərhələ ki, indi biz bunları başa düşdük, indi ədini. Artıq keçdik
Allaha müraciət. Üçüncü şəxs idi bir adam. İndi ətini Allahım Mənə əta elə. əta elə mənə. Birbaşa müraciət. Yəni mərifət və dərk, əqli, fəlsəfi, şuurlu anlamanın zirvəsini çatmaqla bunu duyan insanın qəlbində bir oyanış baş verib hərəkətə keçirtməli. İmam Sadiq əleyhissalam mərifətlə oyadan bir mərhələni keçirdən insanın qəlbi oyanışına deyir. Yəni bir irfani diriliş mərhələsinə, qəlbi dirilişə, oyanışa keçmə mümkündür. Qəlb artıq. Yəni mənə əta et. Birbaşa müraciət. Allahım mənə əta elə. Bir şeir deklamatsiyası deyir. İstəyən var, verən var. Özdə necə verən? Özdə elə belə də demir ha. Əyətini bir məsələ deyək ki, yəni məni lütf eləmisən istəyəm, istəmənin özü artıq ləyaqətdir. Bəli. Və mən səndən istəyirəm. İstəyirəm və istədiyim mövzudan cəmiyə xeyri dünya və cəmiyə xeyri axirə. Bütün dünya xeyirlərini və bütün axirət xeyirlərini istəyirəm və ardınca da gəlir ki, cəmiyə şərri dünya vəsrif ənni bir məsələti iyyək, səndən istəyirəm ki, məndən uzaq eləyəsən, bütün cəmiyə şərri dünya şərri axirə. Bütün dünya şərlərini və axirət şərlərini. İndi bunları toparlayanda biz gəldik çatdıq ki, aha, deyir bütün xeyirləri, dünya və axirət. Gün ola bilər heç biz fərqində deyirik. Bir şey xeyirdir, biz bilmirik. Biz xeyir bilərik, heç xeyir deyilmiş. Ona görürdük ki, Allahım sənin xeyir saydığın, dünya və axirət nə xeyri var, nəsə bilə. Və sənin şər saydığın, dünya və axirət nə var, nəsə bilə. Bu xüsusda da bizim nöqtələrimiz var idi. Biraz burada zəhmət olmasa buyurasınız. Hacı, o mövzular ki var, o mövzuya keçəcək. Bir dənə orada bir məsələni deyim ki, siz qeyd elədiniz ki... Biz keçən bəhsdə Orburu tərəfdə buna təvəccüh elədik. Bəli, bəli. O tərəfdə. O axır hissədə. Bəli. Halbuki buradan hətta bu mərhələ başlanır. İndi Çünki biz indi bu günləri bu duanın təhlilinə o analiz və o bərəkətli əhvalın bazası ilə bir də baxanda gördük, burada bu işığı salanda gördük, buradan da başlandı. Elədir. Neydi? O Fatihə surəsi ilə bağlı qeyd elədiniz. Onun təfsirində demişdiniz ki, o ki 3 dənə ki mərhələ var. Allahın rəhmli, həmd olunan yeganə varlıq olduğu, rəhmli olduğu və qiyamət gününün sahibi olduğu ilə bağlı mərifət əldə etdikdən sonra sən mümkün deyil deyəsən ki, yenə üçüncü şəxsi deyəsən. Ya o mərifət artıq səndə elə bir şərait yaradılacaq. Orada artıq Allahla rabitənin nə qədər sıx olduğunu, yanında olduğunu, sən onun yanında olduğunu hiss edirsən. Bu duada sanki o düstur əsasında, o qəlibə salınıb, o hissə ki, biz Allahın o sifətlərini ki, bizə tanıtdırırlar ki, tanımayana da verirsən, o qədər yaxın bilirik ki, artıq bizdə gəlir bu ətini də gəlir ki, bu məsələlər orada xüsus olur. Bu mövzuda ümumiyyətlə əziz müfəssirlər o cür onu izah edirlər. Burada da İmam Sadiq əleyhissalam bizə öyrədir. Biz sanki Allahla danışmaq mərhələsinə huzur halına gəlib, özümüzü Allahın huzurunda hiss etməsinə gəlişə İmam Sadiq əleyhissalam bizə əvvəl nə edir? Buna hazırlayır. Hacı, özür istəyirəm. Siz bir dəfə qeyd eləmişdiniz. Həm bu xanım Zəhra Salman Əliyanın ziyarəti ilə Bəli, Əllamə Mirbaqiri. Orada o məsələni burada qeyd eləmirlər ki, gediş prosesində bir Əllamə Mirbaqiri məsələn, Allah ömrünü uzun etsin, deyir ki, xanım Zəhra Salman Əliyanın ziyarəti özü bir dənə mənəvi təkamüldir. Əvvəldə deyirsən, mənə elə gəlir. Sonra deyirsən, əgər belədirsə, lütfən bunu eləyin. Sonra deyirsən, biz şəhadət veririk. Sonra deyirsən, Allah və Allahın ənbiyası, mələklər şahid olsunlar. Bu bir
Fərqli. Deməli bunun içində bu Mərhələ mərhələləri keçir. ucalma mümkündür. İndi ucala bilirik xoş halımıza. Burada da Rəcəb ayında da Bir təkamül görünür. təkamüldür. Fatihənin içində də biz namaza girəndə, sən namazı bizim müasir ariflər hesab edir, elə bütün dövrün də əzizləri, elə müasir ariflərdə də birbaşa əziz dövrümüzün əziz hikmət sahiblərində də qeyd olunur ki, namaz bir meyracdır. Hər namaz bir meyracdır. Biz indi bu meyracdan istifadə edirik, eləmirik. Bu bizim öz Çox qəribədir. mövzumuz. Acı deyirsiniz bu meyraz məsələsi. Mən bunu indi daha rahat anlaya bildim ki, Fatihə surəsi o meyracın bizə bir növ mərhələsini nəzərə olaraq çatdırır ki, burada sən əslində qalxırsan. Heç Yəni olmusunuz bu ya mən Ərcuxunu 2 dəfə oxuyasınız namazdan sonra, məndə olur. Bir dəfə mexanik oxuyuram, birdən ayılıram ki, bu dəfə olub. Ha. Bu Rəcəb ayında olub. Ha. Bəli, 2 dəfə oxumuşam. Məsələn, olub bəzən olub ki, xəstəlik filan zad. Oxumuşam vərdiş üzərinə. Sonra demişəm, yox, xeyifdir, bir dəqiqə, bir də təzədən. Bu Rəcəb ayında olub. Ha. Çox Təzədən qəribədir. başlamışam ki, İmam Zaman Ağa Əcəl Fərəcəxunun duasında Bəli. hamı dilin istifadəsi olub sadəcə. Amma yəni doğrudan biz vəliyən və hafizən və qaidən və nasirən və dalilən və aynən onu deyəndə adam fərqində olsa ki, Allahım onun vəlisi ol və qaidən onun rəhbəri ol, onun yol göstərəni ol, axırda da ki, elə o sənin gözündən baxsın və biz də imamın sərnişinləri qəmisinin. Yəni əslində özümüz üçün də istəyirik də ki, Allah bizim vəlimiz olsun, bizə dost olsun. Evet. Allah adama dost olsa nə olar? Ha bunu Venetsiyada hekayəni danışmışam sizə, İtaliyada. Deməli 2003-cü ildir. İtaliyada, Venetsiyada bir elmi tədbirlər ümumi falan yekunda nəsə hələ oldu ki, bir tur oldu Venetsiyada. Bir nəfər arı oxuyur. Təsadüfən, planlı şəkildə yox. Yəni bunu mən baxıram, bu aryanı kiməsə ünvanlayıb oxumur. Yəni biz tutaq ki, indi Shakespeare-də, filanda və s. filmlərdə filanlarda görsə ki, Aryanın bu söhbət operaya gedib, Aryadan gedmir. Söhbət. Mən baxdım ki, bu deyəsən məşq eləyir. Bu yəqin hansısa bir operanın filan şeylərində normal klassik bir Arya oxuyur da indi. Və bu bunu oxuyur və mən bilirəm bunu məşq eləyir. Bu sözlər filanlar da bu məşq eləyir bunu. Bu bir mövzudur. Bir başqa mövzu var. Səhv eləmirəmsə Rəcəbəli Xəyyatda təzə bunu bir də diqqətimə çəkdi. Əvvəllər də görmüşük hamımız bunu. Mən bir gün keçirdim, səhv eləmirəmsə zehnim Rəcəbəli Həyyatdır. Gördüm bir gəncdir. Qardı vurur, oturub, eşitmisiniz bunu ya? Yox. Qar vurur bunu, oturub bu da bir yerdə, bir binanın altında. Mən demirəm, bunu hamı geçsin, eləsin. Adam belə misallar danışanda ehtiyatla danışır. Çünki Rəcəbəli Həyyat danışıb, mən rahat danışıram. Yəni, qardı bunu vurur da, bu oturub belə, yaxşı qar da yağır, bu oturub belə. Dedim, birdən bu evsiz, eşiksiz olar. Ya buna soyuq zad olar, yaxınlaşdım. Yaxınlaşdım ki, bir kömək zad baxdı mənə, gözü ilə işarə elədi. Başa düşdüm, aşıqdır. Yəni, mənə demək istədi ki... Sən necə? Yəni, eziyyət yaxşıdır. Mən narahat olma da, indi bomboş filan mövzusu deyil, yəni. Mən burada başqa bir eşqimin təzahürüdür. Yenə də deyirəm, ya Əziz Rəcəbəlidir, ya onun kimi əzizlərdən biridir. Həmən mövzudur ki, deyir, biz də aşıqıq. Bu aşıqdır, biz də aşıqıq.
Bunun indi eşkinin ünvanı düzdür, səhvdir, nədir, nədir işimiz yox. Ayrı mövzu. Amma bu oturub nə soyuq hiss eləyir, nə su hiss eləyir, nə donma hiss eləyir. Yəni deyirsən, deyir, öz biz İmam Zaman Ağa Əcil Fərəcaxumun eşqində olsuq və o eşqini duysuq və itkimizi anlasıq və məhrumluğumuzu anlasıq, nutbə duasını oxusuq o cür ki, qəmlərimizi İmam Zaman Ağa Əcil Fərəcaxumla aradan apar, qəmimizi onun olmamaqlığı bilsək, bir cür deyərik. Bir də var, qəm nədir başa düşməliyik. Ya qəmimlərimiz, kədərlərimiz bir dənə kiçik ola. Sizə mərifət həll edicidir. Hər namaz, əziz bizim dəyərli ariflərin baxışında bir meyracdır. Hər namazda, namazın əvvəli ilə sonralarında fərqləri var. Rəcəb ayları da o cür. Rəcəb ayının əvvəlində və sonraları ilə onlarda fərq olar. Ona görə bəli, biz faktiki hüzursuz, hüzuru qəlbsiz, o bizim həmin o, mən həmişə ara sıra danışıram, günümüzün əsas problemləri hüzur yoxdur, hüzuru qəlb yoxdur. Kim olaraq, o gün mən əziz, cavan, nisbətən də orta yaşlı, cavan, dəyərli əxlaq ustadlarından, irfan sahiblərindən birinin dilindən bunu indi də təkrar yada salırsan adam təsirlənir. Bir adam duada oxuyur ki, budur, İmam zühur eləyəcək, belə eləyəcək. Deyir, indi bir gün adam görə ki, İmam zühur eləyəndə imam bunları eləyir və biz bunu bir tutuquşu kimi, bunu təkrar üçün sadəcə deyirdik, heç fərqində deyirdik. Amma adam bir şuurla başa düşə ki, o indi də bizimlədir. İndi də bizim. Biz səhər yatarkən rahat, o qayğıkeş ata kimi baxır ki, mənim əzizim görən indi necə duracaq, necə olacaq, günü necə yaşayacaq. Çox fərqli bir vəziyyətdir. Həmən mövzudur. Biz yeməyi də belə qəflətlə yeyirik. Heç görmüsünüz biri futbola baxa, yola verə, biri qabaq deyir, dəndiyan, olmadı ki, dünən. O cürdə insanlar o olaraq bir işdə olma. Ona görə, bəli, o üçüncü vəziyyətdən ikiyə keçəndə sən olmaqlıq vəziyyətidir. Hüzuru qəlb vəziyyətidir. Allah lütfüləsin, adam bu məsələyə gəlib çata bilsin. Aryanı niyə misal çəkdim? Təsəvvürə götürün ki, onu oxuyur, hamı da bilir ki, bunu məşq edir, deklamasiya edir. Oxuyur da bunu. Bunu kiməsə izhar eləmir ki, kiməsə çatdırmır bu hisslərini. Amma dua odur. Dua odur ki, sən ürəklə. Məsələn, Kumeyl oxuyanda deyəsən ki, bağışla mənim o günahlarımı ki, səndən başqası yoxdur, mən özümə zülüm elədim. Ya sən məni bağışlamasan, başqa bir qapı yoxdur məni bağışlasın. Ya xəbirən bir fəqri və faqəti. Yaxud ya Sariya Rıza deyəndə, ey tez razı olan, doğrudan o qədər Kumeyl duasında o qədər ipucular qoyub, Allah iplər asıb, ilahi iplər asılıb, yapış qalx yuxarı. Dobar adam oxuyaq Kumeyli, hə, qutardıq, baxırsan, elə həmən halında. Belə.
Yəni bir dənə fürsətdir. Elə bil nə qədər tökülüb, tut qalx. Rəcəb ayının duası da bu cürdür. Ki burada biz deyirik ki, birbaşa istəyirik Allah özü nəzər salsın. Hacı, bir şey sözdə qüvvət olaraq oxumuşdum. Deməli İmam Hüseyn əleyhissalamın o Aşura səhnəsində deyirlər, İmam deyir, Nafi ibn Hilalı götürür, bir xeymələrin kənarına gətirir, uzağı göstərir, deyir ki, ora ağaclığın ardıdır, sən indi getsin, səndən heç kimin işi yoxdur. Ged ora istəyirsən, çıx, heç bir təhlükəsiz yerdir ora. Nafi ibn Hilalı deyir ki, yox, mən buradayam, mən bir şey deyir ki, bir ki, ürəyin hardalısa, gezi tez var, orada olacaqsa. Yəni, sənin özün burada olub, ürəyin, məsələn, o ağaclığın altındadırsa, sən özün də ged ora. Yəni, sən burada olma, o, ne üçün bunu deyirəm? Biz duanı oxuyanda, əgər o dediyiniz kimi də, biz duanın o detallarında deyiliksə, duanın mövzularında deyiliksə, yəni o şeydən ki, biz duadan ki, o feyzi ala bilərdik, o şeylərdən məhrum oluruq belə bu cürünə. Yəni, biz onu sadəcə olaraq dillə deməyimizi, yəqin ki, Allah bir şeylər verir. Mütləq verir. Amma yəni o ruhan olmaq tam fərqli bir ab-hava yaradır. Təbii ki, dillə deməyə mütləq Allah verir və əvvəl elə dillə deyilir, insan yavaş-yavaş da bir gün Allah da nəsib eləyir, o halı hiss eləyir və kim olaraq öyrənməyi başlayır. Yox, o bir mənalı mühümdür, lazımdır. Biz deyirik ki, burada mərhələsi var. Görün daha böyük fürsətlər var. Bəli. Hacı, o ki qeyd eləmişdiniz ki, orada artıq istəmək mərhələsidir ki, ilahi istədiyimə görə məni sənin qapında olduğuma görə belə obrazı desək ki, məni bütün xeyirlərə istiqamət ver, bütün xeyirləri mənim üçün halıma şamil elə və bütün şərlərdən də uzaq elə. Bu məsələyə istəyərdim diqqətinizi çəkək ki, istəməyin özü deməli Allah qatında bir xüsusi bir dəyəri var. İstəmək Allah qatında, istəməyin özü dəyərli bir mövzudur. İstəmək özü mühüm mövzudur. İnsan istəmə ləyaqətinə malik olur. Özü mühüm mövzudur. Bəli. Bu özü yəni mərifətdən doğan bir məsələdir. Bəli, istəmə əvvəla ehtiyac, fəqri ehtiyacı duymadır. Allah fərqində olmaqdır ki, Allah sənin istəyi ödəyə bilər. Allahla bağlantıya aparan bir yoldur. İstəmə özü bir mərifətdir. Bəli. Onda istəməyin özünün necə deyim, bir mərhələləri var. Çünki biz sözsüz. O da hamısı qayıdır. O duanın əvvəlində nə qədər mərifət əldə eləmişiksə, istəklərimizin də şiddəti ona uyğun tənzimləri gəlir. Bizim mərifət radiusumuz, bizim mərifət dairəmiz, bizim anlama gücümüz nə həddi o həddi. Məsələn, insan var Rəcəb ayının duası haqqında işidər, baxar, onu eləyər, gedər saqqalını ağ rəngə, obrazlı deyirəm, bunu eləyən yoxdur. Amma dinin ruhunu başa düşməz, dinin zahirini ancaq anlayar. Elə bilər ki, saqqalını gerək biraz ağarda və orada var ki, mənim bu ağ saqqalımı elə bil ki, cəhənnəm ateşinə haram qərar ver. Bunu başa düşər. Yaxud bunu başa düşək ki, mən tanımayım da, onsuz da verir. Bəli. Dinin ruhunu başa düşməyəndə insan qəribə işlər görür. Ona görə dinin ruhunu başa düşmək mühümdür. Ki, dinin ruhu budur ki, burada ümumiyyətlə insanın varlığının cəhənnəm ateşinə haram olmaq həll edici mövzudur. İnsan bir ləyaqətə gəlib çatar ki, Allah ona bunu inayət eləyər, cəhənnəm ateşindən qoruyar, hifz eləyər. Və bu varsa bütün o buru şeylər var. Ən böyük xeyir budur. Və ən böyük şər odur ki, Allah ondan bizi qorusa, bütün o buru şeylərin mənası var. Və biz ümidliyik ki, bizə bunu nəsib eləyər. Dinin ruhunu duymaq çox önəmlidir. Məsələn üçün, insan var, elə bilər ki, məsələn üçün, ancaq barmağı hələ eləyəndə öz-özündə mövzular həll eləyir. Rəcəb ayında barmağı iki tərəf üzrə.
o qəlb, o barmağı tərpədəcək qəlbin olmağı və kim olaraq tərpədirsən. Sən bir mömin əhvalı ilə bunu eləmə mövzudur. Bir dənə dinin ruhu məsələsi çox mühüm məsələdir. Bilmirəm düzgün yanaşmadır, amma bu sual məndə həmişə qalıb da ki, məsələn bir 7 əsrlik İslam hakimiyyəti olub Andalusiyada, İspaniyada. İslam hakimiyyəti yox. Yəni müsəlmanlar orada bir müəyyən bir Hətta İslam ayrı şey, müsəlmanlar ayrı şey, özdə Əməvi versiyası olub. Mən onu demək istəyirəm. Əməvi versiyasının bir formatsiyası olub, bəli. Yəni bir cəmiyyətdəki, bir yerdəki 700 il müsəlmanlar yaşayıb. 7 əsrdən sonra onların oradan o faciəli şəkildə çıxarılması... Bir ayrı bəhsiz. O haqda qısaca bir cümləlik istəyərdim deyək ki, hətta kamil olmayan, tamamlanmayan, nemətlər tamamlanmayan, kamala çatmış forması olmayan və. Hətta bu versiyalı bir mövzu görün o vaxt ki, orta əsrlər qaranlığı nə həddə idi ki, bu şeyləri bir növ imamların birbaşa hidayətində olan bir mövzu yox ha. Hətta bularsız olan bir format gedib çıxanda işıq kimi olub o toplumlar üçün. O qədər qaranlığın içində olublar. O qədər qaranlığın içində olublar. Bütün mənalar. Biz əqaid bəhsinin niyə Avropa dindən küstü mövzusunda bunu geniş danışırıq. Təkrarlamaq istəmirəm burada. Suya baxışda, hamama baxışda, təhsilə baxışda, nə bilim, nə. Bunları sayanda mədəniyyəti, elə bir deyirlər, bəzələri bir hansısa müsəlman kəndindən danışırsan. İndi də bizdə müsəlman bəzi kəndləri bütün bunlardan bu cür uzaqdır. Yəni deyirəm, İslam ayrı, mömin ayrı, amma müsəlman adına ya şərq adına bəzən bu qeyrilik indi var da, elə bir şərqdə var bəzən. Yəni mənim sözüm canı odur ki, hətta qaranlıq o qədər idi ki, bu orada işıqlı görsənir. Çox dəhşətli. Qaranlıq o həddə idi ki, indi günümüzdəki kimi. Məsələn, indi adətən biz görmüşük ki, Roma papaları tarixən daha basıcı olublar. Roma papası gör, dünya hara gəlib çatıb ki, Roma papası bu günləri elə mən mütaliə edirdim. Deyir ki, müasir mütərəqqi dünya haqqında rəy verir. Deyir ki, Orwellin əsərlərinin canlı personajlarını sanki görür. Mən indi obrazlaşdırıram dediyini. 1984-cü romanın, Heyvanistan romanının bir növ süjetlərinin müşahidə elədiyini müasir mütərəqqi sayılan dünyada. Bundan artıq girmək istəmirəm bu bəhslərə. Bu mövzumuza aiddir. Yəni, gör dünya nə qədər adətən bu sözləri Roma papalarının orta əsrlərdə yaratdığı vəziyyətlərə deyərdilər. İndi Roma papaları bunları həmişə ittiham eləyənlərin vəziyyəti təzədən orta əsrə qayıtmaq baş verir deyə deyir. Buna görə dünya özü maraqlıdır. Allaha bəndə olacaqsan. Əhlullah olacaqsan. Allah bəndəsi olacaqsan. Əhl-i əleyhissalamın ətəyindən yapışacaqsan. Ağıl, şuur, dərk, iman, vicdan, məsuliyyətlə hərəkətləyəcəksən. Qalan bütün mövzular qaranlıqlardır, qaranlıq şöbələridir, vəsvəsələrdir və s. Dünya özünün ən uğursuz bir mərhələlərinə daxil olmalıdır. Bunun üçün də bəli, Rəcəb ayı, ya mən ərcuhu li kulli xeyri, lap böyük işıqlı bir vəziyyətdir. İnsanlar bir dəqiqə xeyrini başa düşür ki, ya şərrini başa düşür ki. Bu mərhələni keçəndən sonra gəlir ki, artıq ki, birbaşa müraciətin davam. Orada da xahiş edirəm, yəni mənə ətailin də dalıca gəlir ki, ya zəl cəlali vəl ikram, ya zəl nəmayı vəl cür, ya zəl mənni və təul, yəni ki, Allaha müraciətdir, sifətlərini və s. və bu kimi ki, ey cəlal vəl ikram sahibi, ey ən bol neymətlər əta eləyən və ən böyük səxavətə malik olan, ey bütün bunlar hamısı hədsiz səxavətini, bir daha Allahın hədsiz verəcəkləri, bunlar hamısı ehsan etmələri vurğulanandan sonra gəlir ki, aha, hərrim şeybəti alənlar. Mənim, yəni özdə o
xüsusi əhvalla, yalvarışla ki, mənim varlığımı cəhənnəm ateşinə haram qərar verir. Və bu çox önəmlidir. İmam Sadiq əleyhissalam bizə deyir ki, sən Rəcəb ayından cəhənnəm ateşi sənə haram ola biləcək vəziyyətdə çıxa bilərsən. Rəcəb ayı da bizə bunu duası hər gün bu mənəvi təkamülü keçmək üçün bir dənə nurani qəmidir. Rəcəb çayına bununla daxil ola bilərik, paklanıb keçə bilərik. Siz demişkən, məsələn, o mənəvi təkamülü bu duanın içində keçmək mümkündür. Bəli. Hacı, bu Rəcəb ayının duasının sonunda ki, o qeyd olunan məsələ var. Digər dualardan fərqli bir iş olur da. Yəni, saqqaldan tutaraq bunu eləməklə. Bunun obrazı desək, biz məgər yəni, saqqaldan tutma, bu o ki, müəyyən məsələlər şəbih göstərərdilər ki, bu insanda bir ruhiyyə yaransın ki, onları görəndə başqa bir halı yaranır da. Bu o bizim özümüzə təlqindir, yoxsa nə? Məsələn, dua var deyir burada səcdəyə get. Dua var deyir burada zikirlə. Burada da deyilir ki, əlimi tut, indi birinin tutaq ki, xanımdır, üzünü tutacaq. Yəni o cavandır, tutaq ki, ya kimsə saçını tutacaq. Mövzu budur ki, bunun obrazı budur, mövzunun metaforikası budur ki, yəni sən Allahdan istəyirsən ki, sənin varlığını, bütün varlığını cəhənnəm ateşinə haram eləsin. Bəli. Bir də acaba Rəcəb ayını. Dediyim kimidir. Baxarsan ki, insanlar bəzən bu hissədə 5 saat danışar, heç bir kəlmədə duanı oxumaz. Və sabahları da ağıllı görkəm alıb növbəti bu cür müzakirəyə keçər. O dediğiniz ruh məsələsi qalır ki. Biz təəssüflər olsun ki, 3 dənə cəhət olmalıdır da bir mənəvi toplumun, mütədəyin toplumun. İman, İxlas, əməl. Bunlar üçü yaşanmayan mühitlərdə qalmaq lazımdır. Əgər bir dini sayılan çevrədə, mühitdə, əgər Rəcəb ayının ətri gəlmirsə, hər hansı formada, deməli nəsə uzaq düşmək var, ayılmaq lazım. Özümüzü, əzizlərimizi, dostumuzu, ailəmizi. Ya bir mühitdir, tutaq ki, orada ayıbdır, namaz qıldılar, tələm-tələsi. Məsələn, vaxtları da var, ayıbdır bir yerdə əllərini qaldırırlar, ya mənərcuhunu bir yerdə oxuyarlar. Nəsə yerindədir. Nəsə yerindədir. Oturub, dayanıb bir düşünmək lazım. Bunlar artıq meyyardır insansa. Bir o gün soruşuruz, meyyarlar, məsələn, nə bilək ki, bölüm. Meyyar, adam baxır, gör ki, Rəcəb ayıdır və mənim aləmdə biz Rəcəb ayını biz yaşamırıq. Elədir. Biz Rəcəb ayı bizim həyatımızın təbii, bu direktiv olaraq yox, bu bürokratik olaraq yox, yəni bu formalite olaraq yox, içdən gələn. Bu mövzudur. Allah bizə kömək olsun. Amma mən ümidliyəm ki, görürəm yaşanır. Nə gözəl. Elhamdülillah. Yaşanır, möminlər yaşayır, mütədəyyinlər yaşayır. Ailələrdə yaşayırlar, o başlarına dururlar. Oruç tutmaqdan gedmir söhbət. Oruc bu işin bir hissəsi. Ən azı 3 gün oruç tuturlar bu ayda. İnşallah Allah qüvvət versin. Son olaraq o siz özünüz də dediyiniz kimi ki, buradan ayrılanda Rəcəb ayı ilə bağlı hansı cümlə? Siz hansı əhvalla Rəcəb ayının duası ilə, hansı yekun hisslə indi bizim bu neçə verilişlik və neçə onlayn müzakirəlik hansı əhvalla bu duadan çıxırsınız? Hacı, 2 dənə mövzuya toxunmaq istəyirəm. Gəlin əvvəl nə sizə ən çox təsir qoydu bu müzakirələrdə? Birinci o. Birinci onu deyin. İkinci, hansı əhvaldan çıxırsınız da deyin. Mənə ən çox təsir eləyən məsələ o 3 cümləlik məsələ var ki, ilahi mən səndən istəyirəm məni ata elə, həm istəməyənə, həm tanımayana ata elirsə. Mən bu illəri onu yəni necə deyim, anlaya bildim, belə deyək. O hissəsini anlaya bildim ki, bunlar 3 cümlə bir yerdə baxılmalıdır. Bu mənim üçün çox mühüm məsələ oldu. Yəni mən məsələn o dediyiniz detala ilişib qalacaq edim ki, yaxşı istəməyənə verir. Bu nə mövzudur? İstəməyənə, tanımayana bu nə mövzudur? Əslində mövzu o deyil.
mövzu birinci cümlənin Bəzən hansı Quran ayəsi də bu cür çətinlik yaradır insanlarda. Hansı ayədən danışır? Deyirsən qardaş, bu bunun əvvəlinə əvvəli var, sonrası var. Bu Quran tək bir dənə ayədən ibarətdir. Bunun bütöv baxışı var. Bu mənim üçün çox mühüm mövzu oldu. Amma o hiss məsələsinə gəldikdə isə sanki Rəcəb ayı bu il dolu oldu. Qəribə gəldi mənə. Başqa mənəvi yəni öz yerində də bunlar hamısı indi bəzi şeylər var ki, dilə gətiriləsi deyil. Amma mənim üçün çox doludur. Yəni belə bir ki, o otaq olar içərisində müəyyən mövzular olar ki, hər tərəfi əhatə eləyər. Rəcəb ayı sanki bu ayı tamamilə doldurub. Yəni bu mənim üçün çox yəni mən bu neçə ildir, 40 neçə ildir də. Yəni mən bu il yenə deyirəm də bu müzakirələr müzakirə eləmək lazımdır. Mən də bu il bu bəhslərə hazırlaşarkən mən təzədən baxdım, mən daha nə şərhləri var, daha və s. və diqqətimi çəkdi ki, müasir dövrdə də əziz yaşayan arif və hikmət sahiblərinin də bu mövzuda xüsusi bir baxışlarda, nöqtələrdə var və xüsusən o və amənu sahatəhində kulli şərdə mən yeni bir dənə çalar özüm üçün aydınlatdım ki, yəni o tələsmir qəzəblənsin. Bəli. Tələsmir. Mərhəmət eləməyə tələsir. Biz heç bir işimiz diqqətsiz qalmır dərhal. Amma qəzəblənməyə tələsmir. Və belə bir Rəbbimiz var. Ona görə də indi elə biz bu əhvaldan ayrılırıq ki, biz yiyəsiz deyirik. Bizim belə bir Rəbbimiz var və bizim o Rəbbimiz bizə İmam Zaman Ağa Əcil Fərəcahım kimi bir Mövlada əziz Hüccətullah da müəyyən edib. Allah bizə ləyaqət versin. Onunla birgə olaq. Bu qarma qarışlıq olan, bu deyib aləm bir-birinə. Heç zat. Bizi Allahım İmam Zaman Ağa Əcil Fərəcahımdan ayrı salma. Onunla birgəlik ver. Bizi onun dostlarından qərar ver. Bütün həyatımızı, bütün rəğbətlərimizi, bütün yaşayışımızı onunla olmaqla bərəkətləndir inşallah. Amin. Amin. Allah özünə razı olsun. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Qəbul edin. İnşallah Şaban ayına da İnşallah. İnşallah. Çox gözəl olur. Allah varlısın. Allah əziziniz. Allah köməyiniz olsun. Təşəkkür edirəm.